Dediklərinizlə əsasən razıyam. Doğrudan da çox güclü ağsaqqallar var idi. İsmail Şıxlı rəhmətlik, Tofiq Bağırov idi, digərləri idi. Çox da Bəxtiyar Vahabzadə özü o dövrlərdə ən mürəkkəb vaxtlarda görürsən ki, onların sözü, təsiri ictimaiyyətə çox müsbət təsir edirdi. Yəni təsadüfi deyil ki, biz 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsini yaradarkən Əbülfəz bəyin liderliyində Ağsaqqallar Şurası da yaratmışdı. Adını çəkdiyiniz şəxslərin önəmli bir hissəsi də həmin Ağsaqqallar Şurasının üzvü idilər. Bizimlə bərabər Xalq Cəbhəsinin qeydə alınması ilə bağlı Kommunist Partiyasının rəhbərliyinə, Azərbaycan hökumətinə müraciətlər edirdilər. Həlledici anlarda səslərini çıxarırdılar, sözlərini deyirdilər. İndi təəssüf ki, o yoxdur və bu təsadüfi deyil, Əvəz bəy. Bu sistemli şəkildə sıradan çıxarılıbdır. Yəni, ziyalılarımızı yadınıza salın. Bütün o müstəqillik dönəmində ziyalılar fəal idilər, mövqe bildirirdilər, proseslərdə iştirak edirdilər, mətbuat konferansları keçirirdilər, siyasi məhbusları müdafiə edirdilər, haqsızlığa qarşı səslərini ucaldırdılar, haqqı pozulanları müdafiə edirdilər bu dəyərli insanlar. O proses ildən ilə zəiflədi. Və gətirilib elə bir vəziyyətə salındı ki, heç kim ziyalılardan çox nadir nümunələri yada salmasaq və bəzi nümunələri də mən əslində qalsa səsləndirmək istəmirəm. Çünki elə bil ki, 2-3 nəfər sözünü deyən ziyalı qalıb, onları da təzədən sərbi altına çıxardıb adlarını çəkmək də istəmirəm. Çox nadir bir şeyə çevrilibdir və həm qorxu mühiti yaratmaqla, həm ziyalılara, nə bilim, prezident fondundan təqaüd verməklə, mənzil verməklə, problemlərini həll eləməklə, müalicə problemlərini həll eləməklə, onların övladlarına babat iş yerləri təşkil eləməklə ziyalılarımızı ictimai siyasi fəallıqdan çəkindiriblər, susturublar və həlledici anda ziyalı sözü ortalığa çıxmır. Tamamilə haqlısınız. Və burada bir fikir mübadiləsi də oldu ki, hakimiyyət bəlkə özü bunda maraqlıdır və siz də dediniz ki, hakimiyyət maraqlı ola bilməz. Mən də o fikirdəyim ki, hakimiyyətin maraqlarına uyğun deyil bu və diqqət edirsə, hakimiyyətin də davranışında son vaxtlar əsəbilik, qəzəb daha aydın şəkildə görünməyə başlayır, ifadə olunmağa başlayır. Ancaq hakimiyyət bütövlükdə, bu gərginlikdə maraqlı olmasa da, bu vəziyyəti bütövlükdə yaradan hakimiyyətin özüdür. Cəmiyyəti həm hüquqlarının pozulması ilə, həm yaşayışlarının çətinləşdirilməsi ilə, qiymətlərin artması ilə cəmiyyəti qəzəbləndirən, radikallaşdıran bu hakimiyyət özüdür. Eyni zamanda ayrı-ayrı mərhələlərdə, ayrı-ayrı mövzularda görünür hakimiyyətin içində müəyyən qüvvələr var, müəyyən mərkəzlər var ki, onlar hakimiyyət, cəmiyyət qarşıdurmasının daha sərt olmasını istəyirlər. Onların maraqlıdır ki, bu qarşıdurma sərtləşsin və hakimiyyət o halda onlardan daha çox istifadə eləməyə, onlardan daha çox asıllıq hiss etməyə başlasın. Ona görə də hakimiyyət bu gərginliyin artmasında bilavasitə maraqlı olmasa da, birincisi, vəziyyətin məsuliyyəti hakimiyyətin üzərindədir. İkincisi, hakimiyyətin içində ayrı-ayrı qruplaşmalar, ayrı-ayrı mərkəzlər, ayrı-ayrı strukturlar ola bilər ki, onlara bu gərginlik, bu qarşıdurmanın artması sərf edir və onlar bunu körükləyirlər müxtəlif vasitələrlə. Məncə, bu gerçəkləri də görməyə çalışmalıyıq. Təşəkkür edirəm.